Odur ki, məsələ ilk saatda həll olunur. Ya Allah qorusun, əzab başlayır və bərzəx müddəti boyunca davam edir. Ya da nemət olur və davam edir. Yaxud nə əzab, nə də nemət. İnsan belə saxlanıla bilər. Hətta mümkündür ki, qiyamətə qədər heç nə hiss etməsin. Beləliklə, 4 növ hal var. Elə insanlar var ki, nemət içindədirlər. Rəvayətlərin məzmununa görə, onların qəbirləri cənnət bağlarından bir bağ olur. Qurani Kərimdə buyurulur, onlar üçün orada ruzi vardır, səhər və axşam. Elə insanlar var ki, qəbirləri cəhənnəm çuxurlarından bir çuxur olur. Quranda buyurulur, onlar oda səhər və axşam təqdim olunurlar. Bəziləri deyiblər ki, cənnətdə və cəhənnəmdə səhər-axşam anlayışı yoxdur. Çünki səhər-axşam yerin fırlanması və gecə-gündüzün yaranması ilə bağlıdır. Halbuki cənnətdə ruzi davamlıdır. Nə kəsilər,